Hepinize salam, mən Əmrli Elsəvər. Bugün sizlərlə Dövlət İmtahan Mərkəzinin 2024-cü ildə keçirmiş olduğu qəbul imtahanının suallarına baxırıq. Başlayaq birinci sualdan. Deyir, A vurulsun 256, yəni A vurulsun 208 ölçülü qrafik təsvirin həcmi bu qədərdir. Bunun həcmi deməli, bunu da bir x-a vurub, yəni 1 piksel. Bu A vurulsun 208 bizim piksel saydı. Piksel sayını 1 pikselin həcminə vurub Allah'ın təsvirin həcmi, yəni A bölünsün 16 kilobaytı. Bizdən indi təsvirin renk salarlarının maksimal sayını soruşur. Buradan palitrada rənglərin maksimum sayını soruşmaq istəyib, suala şərti biraz daha yaxşı ola bilər. Gəlin, biz x-i müəyyən eləməliyik. Bu rənglərin maksimal sayını da tapacaq. X-ons bitlə müəyyən eləməli olacaq. Bunu da indidən bitə çevirək. Kilobaytın yerinə yazaq. Vurulsun 213 bit yazaq. Əla. İndi buradan A-lar ixtisar getdi. 200 x bərabər oldu deməli 204 vurulsun 208. Bu da 213 olacaq. 200, yəni 2-də 201 bit. Əla. X-i tapdıq ki 2 bitdir. 2 bitdə də biz maksimum neçə rəng kodlaşdıra bildik? 202, yəni 4 rəng. Cavabımız oldu C variantı. Keçək 62-ci suala. Elektron cədvəl fraqmenti verilmişdir. A2 xanasına hansı tam ədəd yazılmalıdır ki, hesablamadan sonra A4 C4 diapazonunun əsasına qurulmuş diaqram şəkildəki kimi olsun. A2-yə bir dənə x deyirəm. B2-ni tapın bir dənə A2 plus B1, yəni elə burada oldu x. Sonra buranı da tapa A1 plus B2, A1 4 plus B2 x düzdür. Yəni x plus 4-də oldu bura. İndi fikir verin. Son bunu seçib və belə bir diaqram alınıbsa, tən ortadan başlamaqla deməli bura A4 olacaq, bura olacaq B4, burada olacaq C4, düzdür. Gəlin baxaq, gəlin müəyyən edək. C3 vurulsun A1, C3 nədir? 4x plus 4 vurulsun A1 4. Olacaq 4x plus 16 minus 11, 4x plus 5. 4x plus 5 oldu biz üçün C3. Yəni bura yazmaqda. Daha doğrusu A4 bura. Oldu 4x plus 5. Deməli B4 biz üçün nə oldu? A2 vurulsun 7, yəni 7x plus 5. Bura oldu 7x plus 5. Bura nə oldu? Bəs biz üçün A1 vurulsun A2, A1 vur A2, yəni 4x minus A2, yəni 3x. Burada oldu biz üçün 3x. Aha. Fikir verin, belə bir şey eləyə bilər. Məsələn 3x, 7x, 4x. Belə 14x plus 10. 14x plus 10. Bunun 20%, bunun 20%. Yəni bunu 20'yə vurub 100'ə böləndə bərabər olmalıdır 3x-a. Baxaq. Deməli, belə eləyək. 14x plus 10 vurulsun 20 bərabərdir 30x-a. 14x plus 10 bərabərdir 15x-a. X də bərabərdir 10'a. X də bərabərdir 10'a. Buradan müəyyən elədik. İndi bizdən nəyi soruşurdu? Heç nədə x-i soruşurdu. Yəni A2 xanasının qiyməti, o da tapdıq ki, cavabımız B variantı. Keçək indi növbəti sualımıza. Web səhifədə aşağıdakı cədvəlin alınması üçün HTML-də yazılmış kod fraqmentində nöqtələrin yerinə yazılmalı olan təqlər hansıdır? Aha, gəlin baxaq. Bir dənə table yaradıb. Və fikir verin, table'ın başlığı, yəni TH təqlərinin içində rəsmi adı və Ukrayna. Deməli, rəsmi adı və Ukrayna hansı təqlərin arasında olmalı idi? TH təqlər. Burada olacaq TH təqləri. Əla. Bəs bunlar nədir? Bunlar biz üçün table-ın hər bir sətridir. Yəni table row, tr təqləri. Burada olacaq tr təqi. Və növbəti digər hissələri isə table-ın description-lardır. Yəni td təqləri. Bunlar isə td təqləri. Deməli bizdə trth td təqlərindən istifadə olunmalı. trth td təqləri. Cavabımız olacaq 63-cü sual üçün Y variantı. Keçdim növbəti suala. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturdan ardıcıl olaraq bu qiymətlər daxil edilərsə, ekranda hansı qiymət əks olunacaq? Fikir verir, ilk inputun buradadır, dövrdən çöldür. İlk daxil elədiyi 5 oldu bu n-in dəyəri, düzdür?
və dövrün 5 dəfə işləyəcək. Yəni sonrakı daxil edəcək 5 dənə də dövr daxilində daxil olunacaq. Və hər birində daxil elədikcə S-in üzərinə gəlir. Deməli bunların cəmini tapır. Bunların cəmi də deməli 10, 15, 18. Cavabım olacaq C variantı 64-cü sual. Keçirəm 65-ci suala. Nə deyir? Elektron cədvəldə düsturlardan hansılar doğru yazılmışdır? Baxaq, baxaq. Düstur bərabərlik işarəsi ilə başlamalıdır. Sadəcə bərabərdir, nəsə bərabərdir. Əla, baxım indi digərlərinə. Baxım indi digərlərinə. Birinci doğrudur, birinci doğrudur. D nədir? D neçəsi olmalıdır, düzdür? Yalnız sütun adı yox, sütunla rəqəm, ədəd formasında olmalıdır. Yəni D5, D3, yalnız sütun adından ibarət istinad ola bilməz. Deməli, burada da yalnız sütun adı bildirib. Burada isə düzgün formadadır. Nə oldu? Cavabımız 1 ilə 6, yəni B variantı. Baxaq indi 66-cı suala. Qrafa əsasən təpələrin nömrələrlə əvəz olunmuş çəkim matrisi tərtib edilmişdir. Qrafın təpələri və nömrələri arasındakı uyğunluğu müəyyən et. Qrafı verib və çəkim matrisini verib, amma bilmirik hansı təpə hansıdır. Müəyyən edərik. Necə müəyyən edərik? Fikir verin. Gəlin bir dənə xassədən yazın. Nədir? Bu birinci sətirdə bir dənə ədəd var. Yəni birinci sətir 1 ilə qonşudur. Yəni 1 tutaq ki, A-ya uyğundursa, yəqin ki, A-ya uyğun olacaq. Niyə? Çünki bir dənə A təpəsidir ki, yalnız bir qonşusu var. Bir dənə A təpəsidir ki, yalnız bir qonşusu var. Onda 1 oldu A. Məsələn, yalnız D təpəsidir ki, onun 4 dənə qonşusu var. Görək düz deyirəm. Aha, 4 dənə qonşusu yalnız D təpəsidir. 4 dənə qonşulu yalnız D-dirsə, bura olacaq D. Demək, 6 oldu D. Sonra D-ni tapdıq, A-nı tapdıq. Baxaq. Sonra nəyi tapa bilərik? C-ni tapa bilərik. Necə tapa bilərik? 3 təpəlidir. 3 təpəlidir. Rahat yeni də tapacaq. Yəni bir dənə yeni də tapaq. 2 təpəlidir. Yeni də yazaq, sonra C-ni tapaq. Demək, 2 təpəli bura Y, 5Y. Deməli, C-ni necə taparıq? D və A ilə qonşu olsun və 3 təpəli olsun. Yeganə 3 təpəli C-dir ki, D A ilə də qonşudur. D ilə də həm də 3 təpəlidir. Deməli, A ilə də qonşudur. D 2 deməli olacaq biz üçün C. Fikir verin, düşünə bilərsiniz ki, B də 3 təpəlidir. B 3 təpəlidir, amma B A ilə qonşu deyil. A ilə qonşu olan yeganə 3 təpəli C-dir. O formada mən C-ni tapdım. Əla. İndi mən B ilə F-i müəyyən etmək istəyirəm. B-ni necə? B-ni fikir verin. D ilə qonşudur, F ilə qonşudur. Y isə F və D-ni. Hər ikisi eyni anda, belə deyim. Yox, daha doğrusu biz yeni tapmışıq da F-i daha doğrusu. F ilə B. Hər ikisi D ilə qonşudur. Bunları fərqləndirən cəhət nədir? B C ilə qonşudur digər yandan. F isə Y ilə. Bu formada müəyyən edəcəyik. Məsələn, bu 3 nömrə Y ilə qonşu olduğuna görə Y ilə qonşu olan F-dir. Bura F olacaq, bura qalacaq B. Bizdən indi soruşurdu, nə? F oldu biz üçün 3, 1A, 2B oldu biz üçün nə? 4, yəni D. 3C oldu biz üçün 2, yəni C. ADC. Deməli ADC. Düzdür, başqa nəsə demirdik ki, yox. ADC. ADC cavabımız oldu D variantı. Neçənci sual idi? Bu 66-cı sualdır. Keçək növbəti sualımıza. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin baxaq. Deməli, i1 9 parçasında dəyişir, 1-9 parçasında. Və fikir verin, 1-9 parçasındakı bütün ədədləri hər dəfə onsuz da S-in üzərinə bu i-ni gələcək, istənilən halda, şərt ödəsə də, ödəməsə də. Yəni, 1-dən 9-a kimi ədədləri onsuz da cəmləyəcək. 1-dən 9-a kimi ədədləri cəmləyəcək. 1 plus 9 böl 2 vur 9, düzdür? Bu əlimdə var, bu əlimdə var. Sonra, görək davamından ağaracaq. 2-yə bölünənlər üçün, yəni cüt olanlarsa əlavə olaraq üzərinə 1 də gələcək. 1-9 parçasında hansı ədədlər cütdür? 2-dir, 4-dür, 6-dır, 8-dir. 4 dənə cüt var. O 4 dənə cütün hərəsi üçün üstünə 1 gələcək, yəni ümumilikdə 4 gələcək üzərinə. Plus 3-ə bölünənlər üçün üstünə 2 gələcək, bölünməyənlər üçün üstünə 3 gələcək. 3-ə bölünənlər hansılardır burada? Deməli, heç 3-dür, 6-dır, bir də 9. 3 dənəsi üçün üstünə 2 gələcək, yəni 6 gələcək. Bu 3 dənəsini çıxanda 1-9 parçasında 6 dənə ədəd qalır. 6 dənəsi üçün də LC-yə girəcək, yəni 6 dənə də 3 gələcək. Ümumilikdə 18 gələcək, düzdür? Əla.
İndi baxaq 1 plus 9 o elədi 10 böldü 2-yə 5 vurduq neçəyə 9-a. O elədi biz üçün düzdür. Bu hissə 45. Üstünə indi nəyi gəldi? Üstünə 4-ü gəldi, 6 gəldi, 10 gəldi, 55 plus 18 də gələcək olacaq biz üçün 73. Yəni 67-ci sualda cavabımız oldu biz üçün nə? D variantı. Çox. Keçək indi növbəti suala. Deyir, sərt diskdə həcmləri 206 KB, 304 KB və 1347 KB, 460 KB olan fayllar var. Hansı faylların ölçüsü diskdə tutduğu yer ilə eynidir? Bir klasterin ölçüsü 4096 baytdır. 4096 bayt neçədir? Yəni 4 KB. 4 KB. Klasterimiz 4 KB. Diskdə tutduğu yerlə öz həcminin bərabər olması üçün bir dəqiqə nə deyib? Sərt diskdə həcmləri kimi fayllar var. Həcm bu yəni klasterin həcminə tam bölünməlidir. Yəni tutaq ki, bir dənə burada qısa klaster izah eləyək. Tutaq ki, 32 KB-da bir məlumatım varsa, mən bu üçün bu 32 4-ə bölünür, düzdür? Bu o deməkdir ki, 8 dənə klasterdə mən bu 32-ni tam saxlayacağam. Əlavə bir şey istifadə eləmiş olmayacaq. Amma indi fikir verin, bu nə deməkdir? Bu 32 yox, 30 olsaydı, bu 4-ə tam bölünmür. Yenə də bu üçün də mən məcburam 8 dənə klaster götürüm. Səbəb nədir? Çünki 7 dənə klaster götürsəm, 7 dənə klasterdə 28 KB saxlaya bilirəm. Buna bəs eləmədi. Bir dənəsini də götürəcəm, olacaq 32, 32-nin içinə 30 sığacaq, amma 2 KB-da boş-boşuna diskdən istifadə eləmiş olacağam. Diskdə tutduğum yerdən faylın öz həcmi bərabər olmamış olacaq. İndi baxaq eynən. Burada indi nə varacaq? Heç nə 4-ə tam bölünənləri seçəcək. 4-ə tam bölünənləri seçəcək. Deməli 206 özü 4-ə bölünmür. Ona görə bunu atdım, düzdür? Sonra 304, deməli 304 4-ə bölünür, daha doğrusu 304 4-ə bölünür da, düzdür? Bunu seçdim. Sonra nə var? 1347, deməli 4-ə bölünürmü? Yox, bölünmür. Rahatlığına görə bilirik. Bir də 460-dır, o da 4-ə bölünəcək. Düzdür? Deməli 460-da belə dairələyək. Cavabımız oldu 68-ci sualdan 304-dən 460, yəni C variantı. Belə, keçək növbəti sualımıza. Həcmi 24 MB olan informasiyanı bit ilə müəyyən edin. Əla. 24-ü yazdım 6/4 kimi. Biraz yaxın yazdıq dəqiqə. Deməli 6/4 kimi yazdım, yəni 2/2. Megabaytdır, megabaytla fikir verin, necə bu keçməni yadda saxlaya bilərik. Megabayt əvvəl kilobayt, əvvəl bayt, bit. Fikir verin, megabaytdan kilobaytda 210, buradan bura 210, buradan bura 203. 10, 3. Yəni 223 fərq var arasında. Böyük vahiddən kiçik vahiddə keçirəmsə ədəd olaraq böyüyəcək. Deməli bu megabaytdan bitə keçəndə 223-ə mən vuracam. Heç nə, oldu nə? 6 vurulsun 225, 6-nı da 3/2 kimi yazarıq da əvvəlcən 3/2 kimi oldu. 3 vurulsun 226. 3 vurulsun 226, 69-cu sual üçün cavabımız oldu B variantı. Yanlı çıxış qurğusu olanları seçin. Yanlı çıxış. Sensor ekran həm giriş, həm çıxışdır. Proyektor, bəli, yanlı çıxış qurğusudur. Sonra modem həm giriş, həm çıxış sayılır. Əslində, yəni saymaq olar, biraz şeydir, tam da yox, amma saymaq olar. Deməli, printer bizim üçün yanlı çıxış qurğusudur, web kamera isə giriş qurğusudur. Cavabımız oldu C variantı. Keçdik neçə? 71-ci suala. Naif kimdə 5 hərfli söz tutdu. Sözün hərfini əlifba sırasına görə bir mövqeyə sağa sürüşdürərək şifrələdi. Sonda isə ilk 3 simvolu silib son 2 simvolun sonuna qoydu. Neynədir? Bir dənə, sondan isə ilk 3 simvolu silib, sondakı ilk 3-ü silib, son 2 simvolun sonuna qoydu. Sözün şifrələnmiş forması bu formadadırsa, bu sözü tapın. Əla, gəlin baxaq. Birinci bu elədiyin addımı dala qayıdaq. Deməli, S, Z, K, F, S formasındadır. Neyini bu formaya düşüb?
şifrələyib, sonda isə ilk 3 simvolu silir. Yəni ilk tutaq ki A, B, C, D, Y formasında olanda ilk 3 simvolu silir, son 2 simvolun sonuna qoyur. Yəni A, B, C, D-ni D, Y-dən sonraya qoyur. A, B, C bu formada olur. İndi deməli bu 3 dənə əvvəldiymiş gətirib bura qoyub da, düzdür? Olub, deməli əvvəl K, F, S, S, Z imiş. K, F, daha doğrusu filan düzəldək. K, F, S, S. Hə, yanlışı düşür də. K, F, S, K, F, S, S, Z. Əla. Bu formadaymış. Demək şifrələyib bu formanı alıb. Bu indi fikir verin. 2 simvolu bərabər olmalıdır. Hamısında bərabər. Hamısında bərabər. Hansı şey bunun şifrə ola bilər müəyyən eləyək. İndi baxın, başlayaq tutaq ki A variantından Y-dan K-ya gəlmək üçün bir vahid artırmalıdır. Əla. E-dən J-yə gəlmək üçün E-dən F-yə daha doğrusu bir vahid artırmalıdır. R-dan S-ya bir vahiddir. Y-dan da Z-ya bir vahiddir. Aha, bir. Elə cavabımız oldu A variantı. Keçək indi 72-ci suala nədir? Deyir, isnadı nəyədir? Fikir verin. Qlobal şəbəkədə yerləşən Eduaz web saytına istinad edir, web səhifəsinə istinad edir. İstinad göstəricimiz burada edu yazısıdır. Edu yazısı, yəni bu nə deməkdir? Edu yazısının üzərinə basanda məni www.edu.az saytına, web səhifəsinə yönləndirəcək. Bu hardadır? Qlobal şəbəkədədir. Kompüterin lokal diskində yerləşən HTTP qovluğu söhbət deyil. Kompüterin lokal diskində deyil. Qlobal şəbəkədə istinad nə idi? Qlobal şəbəkədə yerləşən Eduaz web səhifəsinə düzgün fikir olacaq bizim üçün 72-ci sualda C variantı. Keçdim növbəti sualımıza baxaq. Nədir? Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Əla, gəlin müəyyən edək. Demək, 2 stringdir, Python stringdir. X yanaşı 2-2-ni çıxarır, dalıcan Python çıxarır. 2-2 Python. 73-cü sual bizim üçün çox sadə sual, cavab Y variantı. Bir blok sistemlə təsvir olunmuş algoritm Python-da təsviri hansıdır? Gəlin baxaq. Deməli, nə iş görür? X-i 0-dan başladıb, Y-i 4x-dan başladıb. Əla. Yəni, Y-i də hələlik 0-dan başladıb deyə bilərik. Y kiçikdir, 24 olduğu müddətsə X-i atır. Gəlin, ekvivalent şeyi tapmağa çalışır. Başlayaq, tutaq ki, A variantından görək. X 0-dir, Y 4x-dan başlayıb düzgündür. While Y kiçikdir, 24 olduğu müddətsə Y mənimsədir bunu? Yox. Y belə bir şey mənimsədir. Baxaq burada. Burada Y ilkin qiymət götürməyib. Götürməyib. Ona görə bunun atdım. Keçək bu. Deməli, X-a mənimsədir Y plus 2-dir. X-a mənimsədir Y plus 2-dir. X-a mənimsədir Y plus 2-dir. Bu 0, bu for deyil. Direkt 0-dan 24-ə kimi yox. Y 24-ə satan kimi. Deməli, X-a da Y-ə da mənimsədir 4x-i, Y-ə mənimsədir 4x-i. Deməli, mən Y və D variantları arasındakı fərq. Hə, Y variantında if-dir. Bizdə dövrü bir şeydir. Fikir verin, dövrü prosesi qaldı. Düzgün cavab olaraq neçənci sual idi bu? 74-cü sualda cavabımız D variantı. Keçdim növbəti sualımıza. Bir kitab.docx mətn faylında yalnız bir ədəd informatika və bir ədəd kitab sözləri mövcuddur. Kitab mətn faylında kitab sözü seçilərək CTRL-C klavişlər kombinasiyası sıxılır. Yəni kitab sözünü kopyaladı. Bir dənə info var, bir dənə kitab var. Info Taxtı yazaq kitab. Kitab sözünü seçsi, kopyaladı. İnformatika docx faylının docx boş mətn faylına past əmri icra elədi. Əla. Bu kitab docx idi. Bir dənə burada yazaq kitab.d yazdım. Burada informatika info.d var. İnformatika docx faylı. Kitabı buradan kopyalayır, bir dəfə bura kitab atdı. Əla. Boş mətn faylını past əmri icra edir. Daha sonra kitab docx mətn faylında hər dəfə yeni sətirdən başlayaraq 3 dəfə past. Sonra burada 3 dənə kitabı past edir. Kitab. Yaxşıdır.
Üst dəfə pas əmri icra etdikdən sonra sonuncu söz seçilərək CTRL X klavişlər kombinasiyası tıqqıladılır. Yəni sonuncu söz kitab idi. Kitabı seçdi, kəsdi. Və sonra informatica.docx mətn faylında hər dəfə yeni sətirdən başlayaraq 2 dəfə past əmr edir. İnformatika 2 dəfə kitabı past elədi. Git. Nəticədə kitab.docx və informatica.docx mətn fayllarında neçə söz əks olunar? Deməli, kitabda 1, 2, 3, 4 söz, kitabda 4 söz, informatikada isə 3 söz. Kitabda 4, informatikada 3 söz. Deməli, bu neçənci sual idi? 75-ci sualda bizim üçün olduğu doğru cavab D variantı. Baxaq indi buna. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin baxaq. 1-dən 6-ya görə buradan isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, nəsə çox. 1-dən 6-ya kimi gedir və hər dəfə 10-i-ci indeksdəki elementə 10-i vurulsun, i-10-u mənimsədir. Aha. Sonra da hər dəfə belə deyim, fırlayır. Hər dəfə fırlayır. Yaxşı. İndi bilən bir şeyə baxaq. Dövr neçə dəfə işləyəcək? 1-5 parsasında işləyəcək dövr, yəni 5 dəfə işləyəcək. Dövr tək sayda işləyir. Aha. Bu tək sayı yadda saxlaya bizə lazım olacaq. 1-2 dəfə gəlin işlədək. i1 olanda, yəni 10-1, 9-cu indeks 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, sona. Yəni sona nə yatır? 10-1, yəni 9 vurulsun 1 minus 9 vurulsun -81 də qısaca. -81. Sonuncu indeksdəki element olur -81. Sonuncu indeksdəki olur -80. Gəlin baxaq. Sonra davam edir. İndi bu reverse elədi. -81 ən başa düşdü. Düzü istiqaməti dəyişdi. İndi i2 olanda 10 minus 2, yəni 8-ci indeks. İndi -81 0-cı indeksdədir. Yəni ən başda bu tərəfdən sayım. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha. Burada yəni. Bura. Nə yatır? 10 minus yenə 2, 8 vurulsun -8, yəni -64 atır. -64. Bu da belə. İndi təzədən reverse edəcək. -81 axıra düşdü, 64 bu tərəfə düşdü. Bu formada hər dəfə reverse edir. İndi bir şeyə fikir verək. 5 dəfə reverse edir. Məsələn, 1-2-ni 1-2-dir listimdə. Mən bunu bir dəfə reverse edəsəm 2-1 olur. Təzədən reverse edəsəm təzədən 1-2 olur. Düzdür? İstiqaməti təzədən əvvəlki formaya qayıdır. Çünki mən cüt sayda reverse elədim. Tək sayda bir dənə də 3-cü dəfə reverse edəsəydim təzədən 2-1 formasının tərs formada olacaq. Əla. Buradan belə nəticəyə gələ bilərəm ki, tək sayda reverse edirsə istiqamət elə bil əvvəlki istiqamət tərs formada olmuş olur ən sonda. Onda məndə -81 ilk addımda ən axırda idisə 5 dənə reverse-ün sonunda ən əvvəldə olacaq. Onda rahatlıqla A, B, D variantları mən 76-cı sualda çıxa bilərəm. Qaldıq C və Y variantları arasında. Biz də C variantında rahatlıqla görə bildik -64 yoxdur. O görə direkt Y variantını seçə bilərik. Fikir verin, bu sualı bir-bir həll eləsi olsaydı bizim çox vaxtımız gedərdi, amma bu formada sürətli şəkildə həll eləmiş olduq. Keçək indi növbəti sualımıza. Axtarış sistemində relevantlıq nədir? Relevantlıq uyğunluq tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsidir. Yəni direkt Y variantı olacaq bizim üçün doğru cavab. Keçək 78-ci suala. 5 şagird Lalə, Orxan, Samirə, Gülçün, Elman məktəbdə keçirilən informatika fənni üzrə bilik yarışında 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci yerləri tutdular. Məlumdur ki, əla. Gəlin baxaq. Belə bir şeydir. 5, 4, 3, 2, 1-ci yeri tutublar. Deyir, Orxan proqramlaşdırma üzrə yüksək səviyyədə biliyə sahib olduğu üçün birincilik onda oldu. Orxan birinci oldu. Orxan. Eynən o yazımda sadəcə. Aha. Gülçin və Elman sonuncu deyirlər. Əla. Gülçin və Elman 4-3-2-in birindədirlər. Lalə Orxan qədər olmasa da digər şəraitlərin içində ən yaxşı informatika biliyinə sahib olduğunu nümayiş etdirdi. Deməli, Orxan qədər deyil, amma digərlərindən çoxdur. Orxandan az digərlərindən çoxdursa, deməli, Lalə buradadır. Lalə buradadır. İndi baxın. Gülçinin nəticəsinə görə Elmanı üstələdi. Gülçin nəticəsinə görə Elmanı üstələdi. Əla.
Gülçinlə Elman sonuncu deyildilər. 4 ilə 3-ə qalıblar. Gülçin Elmanın üstələdirsə, Gülçin buradadır, Elman buradadır. Onda Elman neçənci yeri tutdu? Elman avtomatik biz üçün A variantı, yəni 4-cü yeri tutdu 78-ci sualda. Keçdi 79. Deyir, verilənlər bazasında, sorulsun. Baxın, bu tip suallar həmişə yanaşma tərzi olaraq belə yanaşa bilər. Markası Mercedes-Benz olanlar hansılardır? Yalnız 1, düzdür. Bu oldu 1. Or, markası Toyota olanlar. Toyota olanlar deməli 2 ilə 4-dür, yəni nömrələri yazıram. 2 ilə 4. 2,4. Deməli 1 or, yəni birləşmə 2,4. İndi baxın, bunun kəsişməsi nə ilə? Digəri ilə. Mötərizanı açdım. Rəngi qara olanlar, rəngi qara. 2, yalnız 2. Or, yəni birləşmə. Rəngi yaşıl olanlar bir dənə 4, düzdür? Bir dənə 4. İndi buranı həll edirəm. Sadəcə çoxluqların kəsişməsi, nə bilim, birləşməsidir. 1, 2, 4-ün birləşməsi, 1 ilə 2, 4-ün birləşməsi olacaq 1, 2, 4. Kəsişmə 2 ilə 4-ün birləşməsi oldu elə 2, 4. Bunların kəsişməsi bizə verəcək 2, 4-ü. Yəni D variantın olacaq 79-cu sual. Bir alqoritmin blok sxemlə təsvirinə əsasən n dəyişənin çapa veriləcək qiymətinin 232 olması üçün. Gəlin baxaq. 232 olması üçün n-in ilkin qiymətinin müəyyən edin. Fikir verin. Nəyə? Baxaq. A dəyişəninin ilkin qiyməti 3-dür. Və hər dəfə 3-ün üzərinə 16-lar gəlir, düzdür? 3-ün üzərinə 16-lar gəlir. Və bu nə vaxtsa neçə dəfə 16 gələndən sonra 164-dən böyük bərabər olacaq. Biz müəyyən eləməliyik ki, neçə addımdan sonra dövr dayanacaq. Əla. Neçə addımdan sonra dövr dayanacaq. Fikir verin. 10 dəfə 16 gəlsə, yəni bunun üstünə 160 gəlsə 300, olacaq 163. Dövrün şərti hələ də ödəmiş olacaq, rahatlıqla görürük. Bir dəfə də 16 gələcək və bitmiş olacaq. Onda biz rahatlıqla deyə bilərik ki, bu dövrümüz 11 dəfə işləyib. Bu o deməkdir ki, n-dən də 11 dəfə, yəni 88 çıxıb bu 232 alıb. Əla. N-dən 88 çıxıb 232 alıbsa, onda mən buradan rahatlıqla n-in ilkin qiymətini tapa bilirəm də neçə olur? 320. N 320. Deməli, 80-ci sualda nəsə xəta eləmədi, ümid edirəm. Oldu 320, variant varmış. Burada elə bilən sual. Deməli, 80-ci sualda cavabımız oldu A variantı. Keçək 81-ci suala. 81-ci sual buradan yürüyək. Deməli, ifadəsinin doğru olduğu ən kiçik əsaslı say sistemində müəyyən edərək bu say sistemindəki ən böyük kişi rəqəmlərlə ikilik say sistemində təsvir edin. Baxaq, necə taparıq? Buradan x tapmaq üçün hamısını onluğa keçə bilirəm də. 0, 1, 0, 1, 0, 1. Nə oldu? 4x plus 1 plus 3x plus 6 bərabərdir 7x plus 7. Fikir verin, 7x plus 7 bərabər oldu 7x plus 7. Buradan 0 bərabərdir 0 şərtini aldım. Yəni bütün say sistemlərində ödəyir, amma bir şərtə diqqət yetirməliyik. Məsələn, 5-lik say sistemini deyə bilmərik. Çünki 5-lik say sistemində 7 yoxdur axı. Ən kiçik ola biləcək bu 8-lik say sistemi. 8-lik say sistemində burada gördüyümüz bütün ədədlərin hamısı var. Əla. 8-lik say, yəni bu x böyüdür 7 şərtini ödəməlidir ki, ən böyük gördüyüm rəqəm 7-dir. Ona görə deyirəm ki, böyüdür 7 şərtini ödəməlidir ki, bu say sistemində bu rəqəm olsun. Bizə nə deyildi? Bu say sistemindəki ən böyük 2 rəqəmdir. 8-lik say sistemin ən böyük 2 rəqəmlər də deyil, 7-dir. Bunu 8-lik say sistemi, 2-lik say sistemini keçirəndə 3 dənə 1, 3 dənə 1. Düzdür? Yanaşı 6 dənə 1 olacaq, yəni cavabımız olacaq 81-ci sual üçün D variantı. Keçək indi 82-ci suala. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturda N-in 13 daxil edilərsə. Bu oldu 13, düzdür? Bu oldu 13. F-də 1 var. K-ya mənimsədir F-in i-ci indeksi ilə i plus 1-ci indeksi, yəni 2-ni. Dövrə girən kimi append edir 2-ni və i-ni artırır bir vahid. Bu səfər 1 ilə 2-ci əmini tapacaq.
olacaq 3. Sonra 2 ilə 3-ün cəmi tapacaq, olacaq 5. Bu rahatlıqla görə bildik ki, Fibonacci ədədlərini tapır. Əla. İndi baxın. Müəyyən eləməliyik ki, bu nə vaxta kimi tapacaq bu Fibonacci ədədlərini. Fikir verin. N 13-dür və K kiçik bərabərdə N şərtini ödəyənə kimi. K-da hər dəfə yeni Fibonacci ədəddir. Yəni 13-ü keçən kimi tapacaq. Deməli 3 ilə 5 də cəmləyəcək 8, 5 ilə 8-i cəmləyəcək neçə olacaq? 13 və 13 əlavə daha doğrusu 13 tapdı. 13 şərti ödədi, düzdür? 13 əlavə elədi, keçdi, iynə artırdı. Növbətisini tapdı, amma şərti ödəmədi, yəni növbətisi neçədir? 21 biz üçün. Düzdür? Növbətisi şərti ödəmədi deyə ona əlavə eləmədi. Deməli 1-dən 13-ə kimi Fibonacci ədədlərini tapdı. İndi sonda da bunların cəmini istəyir bizdən. Gəlin müəyyən edək. Deməli 5, 5, 10, 26, 26 plus 8 olacaq bizim üçün. Bir dəqiqə baxlayaq. Deməli 26 plus 8 olacaq bizim üçün 34, 35, 36. Nəsə xəta elədi, elə bil. Nəsə xəta elədi. Deməli 13, 8. Neçə oldu? 21, bu 10. Oldu 22, 23. 21, 21, bir dəqiqə 13, 8, 21. Biz necə bunu 20-də qaldım mən, bilmədim. 21 plus 10 oldu neçə? 31, 32, 33. Cavabımız oldu C variantı 82-ci sual üçün. Keçək indi 83-cü sualı. Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin baxaq, stringə çevirir, əla. Bir uzunluğu cütdürsə, baxın 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-də hə, uzunluğu cütdür. LC-yə girməyəcək. C-yə mənimsədir nəyi? Uzunluğu bölünsün 2/2, yəni 8, 4, minus 1, 3-cü indeksi 0, 1, 2, 3, 7-ni. Oldu 7. C-nin dəyəri oldu 7. 7-ni intə çevirdi, elədi neçə? Elə bu string 7 idi, elədi ədəd 7, vurdu 2-yə oldu 14. Cavabımız olacaq 83-cü sual üçün 14. Baxaq, deyir, ASCII kod cədvəlində bir hissə verilmişdir. Aha. Bir simvolunun 16-lıq kodunu müəyyən edin. 4-ün 10-luq kodu 52-dirsə, 4-dən 3 çıxsam 1 eləyəcək. Deməli 52-dən də 3 çıxsam 49 mənim üçün bir simvolun 10-luq kodudur. 10-luq kod. Bunun 16-lıq kodunu tapmaq istəyirəmsə 49-u 10-luq say sistemindən 16-lıq say sisteminə çevirərəm. Bunu da necə çevirə bilərik? Müəyyən eləməliyik ki, 16 ilə deməli 49-un içində 16-nın ən böyük qüvvəti 16 üstü 1 var. Neçə dənədir? Bəli, seçsin. Rahatlıqla görə bildik ki, 2 dənədir. Yox, 3 dənədir, düzdür? 3 dənə. 48 deməli, yazıq 3 vurulsun. Nə qalır? 48 çıx, bir dənə də 16 üstü 0. Bu oldu biz üçün 3, 1, 16-lıq say sistemində, 16-lıq say sistemində və heç nə 84-cü sualda 3, 1. Keçdim 85-ci suallar, bu nədir? İnformatika üzrə olimpiyadada məktəb turunda yekun balı ən azı 10 olan və ya 6 yaxud 7-ci tapşırıqlardan maksimal bal yığan şagirdlərin növbəti tura keçmiş sayılır. Əla. Deməli, ən az balı 10 olan yekun, ən az yekun balı hardadır? Yekun balı. Hə, bu cəmi bildim. Deməli, implementasiya turunda yekun balı ən azı 10 olan və ya 6 və ya 7-ci tapşırıqda maksimal bal yığan şagirdlərin növbəti tura keçmiş sayılır. 1-ci, 2-ci, 3-cü tapşırıqlar üçün maksimal bal 2-dir. 5-ci və 6-cı tapşırıqlar üçün maksimum bal 3-dür. 7-ci tapşırıq isə mümkün bal 4-dür. Verilənlər vasitəsilə bəndə fraqmentin əsası növbəti tura keçən oğlanların balların cəmini tapın. Qadınları direkt baxın çıxdıq. Çünki oğlanları soruşur. Getdi. İndi fikir verin. Nəyi? Deyir ki, cəmi ən azı 10 olsun və yaxud 6 və ya 7-ci tapşırıqlardan full yazsın. 6-cı tapşırıq üçün maksimum bal 3-dür. 7-ci tapşırıq üçün isə maksimum bal 4-dür. Bundan 3 və ya 4 yazanlar, məsələn, fikir ver, bu direkt keçdi. Sonra bu direkt keçdi. Deməli, kimlər keçdi? Yusiflə Fatih o saat gelib. Niyə? Çünki bunlar bundan 3, bundan 4 yazıb. Var başqa belə bir adam? Yox. İndi baxa görə hansının cəmi 10-dur ən az. 1, 2, 3, 4, 5, 8, 10 deyil, aydın getdi işlə. Sonra 2, 3, 4, 5, 6, 7, 10. Ən azı 10, hə, ən azı 10-dur. Bu gəldi bura.
Sonra qadın çıxmışdı bu Kamran. Demək 2, 3, 6, 9, 10 olmadı. Bu da getdi öz işinə. Demək keçənləri tapdıq. Bunların ballarının cəmini istəyirdi bizdən. Nədir? 5, 1, 4, 5 plus 5, 6, 7, düzü 7, 3, 5, 6, 7, aha. 7 sonra 3, 4, 5, 6, 7, 10. Deməli bu olmuşdu 10. Başqa qalmaqda düzü 17, o da 5 oldu. Biz üçün 22, 25-ci sualda doğru cavabımız oldu 22. 85-ci sual. 86-cı alqoritm blok sxeminə əsasən A dəyişəninin çapa veriləcək qiymətinin 32 olması üçün N dəyişəni daxil edilə biləcək ən kiçik natural qiymətinin rəqəmləri cəmi. Əla. Deməli, çıxışa veriləcək qiymət 32-dir. Olub 32. Bu A-nın qiymətidirsə 32. A 2-dən başlayırsa, hər dəfə üstünə 15 gəlirsə, deməli 2 dəfə 15 gəlib. Yəni dövr 2 dəfə işləyib. Belə çıxır ki, N-in də üstünə 2 dəfə 7 gələ bilib bu. Və bu şərt pozulub ki, kiçik şərti böyükdür şərti ilə əvəz olunub ki, yəni pozulub ki, dövr bitib. Buradan N plus 14 böyükdür 100, düzdür? N böyükdür neçədən? 86-dan. Ən kiçik qiyməti bunun olur 87. Bunun da rəqəmləri cəmi olacaq biz üçün 15. 86-cı sualda 15. Keçdim 87-ci suala. Uyğunluğu müəyyən edin. Aha, gəlin baxaq. Heç nə. Rahat olsun deyə bu tərəfdəkilərə baxıb direkt çevirəcəm onluq sayı sistemi hamısını. Fikir verin. Bu məsələn o saat görən kimi, baxan kimi ağlıma nə gəlir? 1 dənə 16, yəni 0, 1 yazanda 1 dənə 16 plus 11, yəni 27, düzdür? Bunu görən kimi 3 dənə 8, yəni 24 plus 3 olacaq 27. Bunu görən kimi 0, 1, 2, daha doğrusu 0, 1, 2, ha, düzdür? 64 plus 1 olacaq 65. Bunu görən kimi 0, 1 yazdım. 3 dənə nə olacaq? 16, yəni ki 48 plus 3 olacaq 51. 0, 1, 2, 3, 4, 5 oldu nə? 32, deməli 32, 16 plus 2 plus 1 düzdür. Olacaq neçə? Bu da 51. 51. İndi baxın 65 hansılarda bir dənə Y. Sonra 51, 51 deməli AB. AB bura. CD-dəki getdi bizəcən 3-cüyə. Deməli 27-dən 87-ci sualda 1-ə oldu Y, 2-yə AB, 3-ə CD. Gəlin baxaq bizim 88-ci sualımıza. Görək nədir? Mağazaya en sayda məhsul qiymətləri endirimli kampaniyası başladı. Əla. Endirimli qiymətlər aşağıdakı cədvələ uyğun hesablanır. Hər bir məhsul daxil edilmiş qiymət üçün endirimli qiymətlər hesablayan alqoritmi blok sistemini qurun. Gəlin bir dənə Word açaq və orada həll edək. Deməli belə. Birinci biz üçün məhsulun qiymətini daxil edir, düzdür, başladım. Məhsulun qiyməti N. Məhsulun qiyməti 100-dən kiçikdirsə, 100-dən kiçikdirsə, yəni N kiçikdirsə 100-dən. Hə, 100-dən yəni 100 az N-dən. Hə. Bundan nə qədər pul alacaq biz? Bundan pul alacaq, tutaq ki S. Demək 5% endirim eləyəcək. Yəni ki, qiymətin 5%-ni almayacaq da ondan. Neçə faizi qalacaq? 95%. Yəni bundan 0,1 minus 5 deyəcək, 0,95. Yəni elə bir 95-ə vurdum, 100-ə böldüm də direkt bu formada yazdım. Qiymətin bu hissəsini alacaq. Pulun bu hissəsini aldım, endirim elədim. Yoxunda. İndi N-dən böyükdür deməli. 100-dən böyükdür. Daha doğrusu böyük bərabərdir. 100-dən böyük bərabərdirsə, 200-dən kiçik bərabərdirsə, N kiçik bərabərdirsə 200-dən bu şərti ödəyirsə, nə qədər endirim eləyirəm? Əslində S-ə mənimsətdim 10% endirim eləyirəm. S-ə mənimsətdim
10% endirim eləyəndə olur 0,9. 0,1-in qiymətini almadım. Yox, 200-dən də böyüdürsə, onda nə edirəm? 15% endirim eləyirəm. 200 manatdan çox alış-veriş eləyirəm. N vurulsun 0,15% gələndə olur 85. 15% endirim elədim. Bütün endirimlərdən sonradan yekun qiyməti gəlirəm deyirəm ki, sən mənə bu qədər pul verməlisən, nə qədər S qədər. Burada da bir dənə son. Bu da oldu mənim üçün endirimlər. Belə indi davam eləyək, keçək növbəti sualımıza. Nə deyir? 89. Deyir, klaviaturda n natural ədədi daxil edilir. Faktoriyalı bu ədəddən kiçik olan ən böyük natural ədədi çapa verən proqram. Aha. Payçarmı açaq. Demək, klaviaturda n natural ədəd daxil edilir. N int input. Mən faktoriyalı hesablayacağam, Çox 130 daxil edirsə 1 faktorial tapacağam, sonra 2 faktorial tapacağam. Müəyyən etməliyəm ki, hansı ədədin, yəni bu ədəddən kiçik olan faktoriyalı bu ədəddən kiçik olan ən böyük natural ədədi çapa verəm. Əla. Deməli mən bir dənə i götürdüm 1, bir dənə də f götürürəm 1. Faktorial hesablaya gedəcəm. Nə vaxta qədər hesablayacağam? Mənim üçün f kiçik olsun n-dən. F n-dən kiçik olduğu müddətcə hesablayacağam. Nə edəcəm? Heç də f-i vuracam i-yə. i-də bir vahid artıracam. Və mən belələyəcəm faktorial hesablamışam. 1 faktorial, 2 faktorial, 3 faktorial, 4 faktorial. İndi bir şey fikir verək. Məsələn 3 faktorial hesabladım, əla. 4 faktorial hesabladım. i4-ü gəldim 4-ə vurdum. i-ni elədim 5. 4 faktorial da kiçikdir. Tutaq ki, elə şərtə uyğun, nə bilim, 130 daxil edeyim. 130. 4 faktorial 130-dan kiçik olduğuna görə gəlirəm mən fırlandan bunu 5-ə də vururam, eləyir 120. Əla, 120. İndi i-ni artırdım, elədim neçə? 6. 5 idi, elədim 6, düzdür. Fırlandı 120 də bundan kiçikdir, düzdür. Gəldi 6-ya da vurdu, elədi neçə? 720. 720, bu da i-ni də elədi 7. i-nin son qiyməti 7 olmuş oldu. Aha. Gəldi şərt pozuldu, çünki 720 kiçik deyil. Şərt pozulanda mən bildim ki, faktorialın bu ədədi keçdi. Mən gəlib burada i-ni çıxışa versəm, səhv eləmiş olacam. Çünki i mənə lazım olandan həmişə 2 vahid çox olmuş olacaq. Mən ona görə gəldim o saat direkt i-2-ni çıxışa verirəm və 5-i çıxışa vermiş oldum. Bunu bu cürdə yazmaq olardı. Bunu atardım əvvələ. Bura i-1 yazardım. i-1 yazardım. Belə. Gəlin indi bir dənə ram bura. Deməli 100 daxil elədik. Tutaq ki, biz üçün 4 çapı verdi. Nə bilim 24 daxil elədim. Biz üçün 3 çapı verdi. 5 daxil elədim. Mən üçün 2 çapı verdi. Yaxşı. 2 daxil eləsəm 1. Sonra belə. Keçdim 90-cı suala. Elementlər klaviaturuna daxil edilmiş n saylı tam ədəddən ibarət iki eyni uzunluğu siyahının uyğun elementlərini toplayan alanından ədədlərdən ibarət yeni siyahı yaradaraq çap edən proqram. Əla, gəlin baxaq. Deməli, n-dən ədəddən ibarət 2 dənə list. Bu olsun mənim üçün L1. Bu olsun mənim üçün L2. For i in range n dəfə işləsin, hər dəfə L1.f bend eləsin int input, L2-yə də bend eləsin int input. Burada bir dənə tərcə elə bu artıq getdi. Int. Elementdə daxil n saylı tam ədəddən ibarət 2 eyni uzunluq. Bu formada da yaza bilərik. İndi bir dənə şey deyim, bu belə də yaza bilərik. i in range n olsun, bir dənə də ayrı dövrdə bu bir içinə n-dən element ata bilərik. Yəni ikisi də tam balla qiymətləndirilir, fərqi yoxdur. İndi bizim bunların uyğun elementlərini cəmləyib yeni bir dənə list yaratmağımız lazımdır. Bir də L3 boş listi götürürəm, L3. Gəlirəm deyirəm for i in range sıfırdan len L1-ə kimi. Tutaq ki, n-ə sıfırdan n-ə kimi də deyə bilərəm, fərqi yoxdur. Onu bilirəm ki, n-ə elementim var. Hər dəfə nə edirəm? L3-ə
append eləyəcəm, L3-ü append eləyəcəm. L1-in i-inci indeksindəki, hər birinin uyğun indeksindəki, L2-in də i-inci indeksindəki indeksləri eyni indeksə malikləri cəmləyirəm, atıram hər dəfə listə. Və sonda həmən listədə L3-ü də çapa vermiş oluram. Bu da bizim olur 90-cı sualımızın həlli. Belə növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Belə izahların davamı gələcək. Abunə olub paylaşmağı unutmayaq.